Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil kadr. Ve ma edrake ma leyletul kadr. Leyletul kadri hayrun min elfi şahr. Tenezzelul melâiketu ve ruhu fiha biizni rabbihim min kulli emr. Selamun hiye hatta matla'il fecr. Qədir gecəsidir. Bu gecənin ən fəzilətli və üstün əməli elmi mübahisələr və müzakirələrdir. Yəni bu əməllər ki, oxuduq, əməl elədik, bu silsilə əməllərin içində ən üstün əməl nədir? Buyururlar ki, elmi söhbətlər, elmi açıqlamalar. Qədir gecəsi özü elə bir elmdir. Qədir gecəsi barəsində danışmaq, hansı isə bir pünhan nöqtələrə varmaq, onu anlamağa çalışmaq, özü bir üstün əməldir bu gecədə. Çox çətin mövzudur. Heç kəs də bu mövzunun öhdəsindən indiyə kimi tam layiqli gələ bilməyib. Amma məhrum qalmaq da yaxşı deyil. Gərək bu mövzuya toxunaq, düşünək, təfəkkür eləyək. Qədir gecəsi nədir? Allah Teala buyurur: "Və ma ədrake ma leyletul qadr." Nə bilirsən, nə dərk eləyirsən Qədir gecəsi nədir? Demir düşünmə, əksinə maraqlandırır. Nə bilirsən Qədir gecəsi nədir? Düşün, ged qabağa, ged irəli. Qədir gecəsi sonra özü təşviq eləyir, yol göstərir. Qədir gecəsi 1000 aydan xeyirlidir. Bir mövzu atdı Allah Teala ortaya. Düşünmək lazımdır. Yan keçmək olmaz. Mələikələr və ruh bütün işlər ilə nazil olur. Yerə nazil olur. Yerdə nə var? Kim var? Hara nazil olur? Kimə nazil olur? Bu özü də bir maraqlı mövzudur. Və fəcrə kimi, dan yeri sökülənə kimi salamatçılıqdır. Bəlkə də başqa bir şey demək istəyir Allah Teala. Biz bunu belə götürmüşük, salamatçılıqdır. Demir salamatçılıqdır, deyir salamun hiyə hətta matla'il fəcr. Salam var orada. Salam adətən harda verilir? Birinin məhzərinə gedəndə. Yəni, mələikələr və ruh birinə çatırlar yerdə və ona salam verirlər. İndi bu silsilə ki, tənəzzül edir, yuxarı aləmdən gəlir yerə, onlar salam verirlər. Bu Qədir gecəsində. Vəsal-i Şiyə kitabı bizim mötəbər hədis kitablarındandır. O qiymətli hədis kitabında Vəsal-i Şiədə Həzrəti Peyğəmbərdən bir hədis var, nəql olunur. Həzrəti Peyğəmbər belə buyurub: Qalə Musa aleyhissalam, Həzrəti Musa Peyğəmbər, əla nəbiyyina və alihi və aleyhissalam. Musa aleyhissalam, Musa Peyğəmbər. Ulul əzm Peyğəmbərlərdən biri. Hansı ki, Tövrat kitabı o Həzrətə nazil olub. Bəni İsrailin ən böyük Peyğəmbəri Musa aleyhissalam. Allah Teala'dan bir neçə sual edir. Müraciət edir Allah Teala'ya. İstəkləri var Allah Teala'dan. Deyir, ilahi, uridu qurbək. Sənə müqərrəb olmaq istəyirəm.
dində müqərrəb olmaq mövzusu ən əsas mövzulardandır. Bütün ibadətlərdə o ibadətin əmələ gəlmə şərti onun niyyətidir ki, niyyət bu cür vurğulanır. Qurbətən iləllah. Qurbət nədir? Yəni Pərverdigara, bu işi görürəm ki, sənə yaxın olam. Sən mənə diqqət eləyəsən. Sən məni sevdiklərimin içinə qəbul eləyəsən. Qurbət nədir? Yaxın olmaq. Nədə yaxın olmaq? Sevgidə, sayğıda, hörmətdə. İlahi, uridu qurbək. Qalə Əzzə və Cəl. Allah təbarək və Teala elə buyurur. Qurbi limən istəyqədə leylətəl qədr. Mənim qürbüm o kəslərə çatar ki, Qədr gecəsində oyaq qala, ehya edə. Yəni, kim Allahın qürbünə nail ola bilər, Allaha müqərrəb ola bilər? Məxsusən bu Qədr gecəsində ehya saxlaya, sizlər kimi. Qalə aleyhissalam, Həzrəti Musa aleyhissalam ərz eləyir, İlahi, uridu rəhmətək. Bar ilaha, rəhmətivi istəyirəm. Rəhmətin nədədir? Ona çatam. Qalə, Allah təbarək və Teala buyurur, rəhməti limənə rəhiməl məsakinə leylətəl qədr. Mənim rəhmətim Qədr gecəsi miskinlərə əl tutan adama şamil olar. Rəhmətim ona aid olar. Kim Qədr gecəsində fəqir, füqaranı, ehtiyaclı insanları, miskinləri unutmayıbsa, onlara bu gecə əl tutubsa, imkan daxilində Allahın rəhmətini bu gecə qazanacaq. Qalə aleyhissalam, İlahi, uridul cəvazə aləs-sirat. Həzrəti Musa ərz eləyir, Pərverdigara, İlahi, siratdan maniyəsiz keçmək istəyirəm qiyamət günü. O sirat ki var, ora çətin bir keçid yeridir. O siratdan buyurur ki, ərz eləyir ki, rahat keçmək istəyirəm. Neyniyim? Qalə Allah Əzzə və Cəl, Allah Teala buyurur, Zalikə limən təsəddəqə bis-sədəqətin leylətəl qədr. Kim Qədr gecəsi bir sədəqə verə, imkan daxilində sədəqə verə, o sıratı rahat keçəcək. Qalə aleyhissalam, İlahi, uridu min əşcaril cənnəti və simariha. İlahi, cənnət bağların, ağacların, meyvələrin istəyirəm, arzum var, arzu eləyirəm cənnətə çatam. Bunun üçün nə eləyim? Allah Teala buyurur, Zalikə limən səbbəhə təsbihətən fi leylətəl qədr. Fi leylətil qədr. Hər kəs Qədr gecəsi Allahı təsbih edə, o cənnətə daha tez çatar. Cənnət onun peşkeşi. Bu Covşan-ı Kəbir duasında neçə dəfə dediniz bunu? Subhanəkə ya la ilahə illa ənt, əl-Qavz, əl-Qavz, xəllisnə minən nari ya Rəb. Subhanəkə dediniz. Allahı təsbih elədiniz. İnşallah ki, cənnətimizi aldıq bu gecə. Qalə aleyhissalam, İlahi, uridun nəcətən minən nar. İlahi, cəhənnəm atəşindən nicat istəyirəm, xilas olmaq istəyirəm. Allah Teala buyurur, Zalikə limən istəğfərə fi leylətil qədr. Qədr gecəsi kim istiğfar edə, o cəhənnəm atəşindən nicat tapar, xilas olar. Namazdan sonra 70 dəfə əstəğfirullah və ətubu iley dediniz. 100 dəfə əstəğfirullah Rabbi və ətubu iley dediniz. Bu sizə və bizə aiddir. Bu gecədə ibadət edən insanlara və möminlərə aiddir ki,
Özlərin ateşdən xilas edirlər bu istiğfarla. Allah qəbul eyləsin. Həzrəti Musa buyurur, ərz eləyir daha doğrusu. İlahi, uridu rizaq. İlahi, sənin razılığını qazanmaq istəyirəm. Bu da böyük bir şeydir ya. Radiyallahu anhum və radu anh. Allah onlardan razı olar, onlar da Allah'tan razı olar. İlahi rızayət, bir cənnət də var, rizvan-ı ilahi. Bir məqam var, axirət məqamı, rizvan məqamı. Bu rızayəti elə bu dünyada, ilahi rızayəti qazanma istəyirəm deyir. Qalə, Allah Teala buyurur, Rızaya limən səlla rəkəteyni fi leylətil qədr. Mənim rızam və razılığım Qədr gecəsi kim 2 rükət namaz qıla, ən azı 2 rükət namazı qıla ona çatar. Ondan razıyam. Bu 2 rükət namazı ki qıldınız, Allahın razılığını ondan qazandınız inşallah. Bu Qədr gecəsi çox sirli bir gecədir. Ramazan ayında, mübarək Ramazan ayında qərar tapıb. Şəhru Ramazan. Və hada şəhrul-ləzi əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və faddəltəhu aləş-şuhur. Digər aylardan daha əzəmətlidir, daha möhtərəmdir, daha şərafətlidir, daha fəzilətlidir. Bu ayda Quran nazil olub. Qədr gecəsi var, Quran nazil olub və oruc tutmaq vacib edilib bu ayda. Quran-ı Kərim də bu ayda nazil olub və Quran-ı Kərimdən başqa digər ilahi, səmavi kitablar da bəziləri, bir qismi bu ayda nazil olub. Rəvayətdə var, İmam Sadiq əleyhissalam buyurur, Sufuh-u İbrahim, İbrahim Peyğəmbərin səhifələri, Quranda da keçir, Suhufu İbrahimə və Musa. Bu səhifələr, bu ayələr Həzrəti İbrahim Peyğəmbərə Ramazan ayının 1-ci gecəsi nazil olub. Tövrat Həzrəti Musaya Ramazan ayının 6-cı gecəsi nazil olub. İncil Həzrəti İsa Peyğəmbərə əleyhissalama Ramazan ayının 13-cü gecəsi nazil olub. İmam Sadiq əleyhissalam buyurur, hədisdədir. Zəbur Həzrəti Davud əleyhissalama Ramazan ayının 18-ci gecəsindən sonra nazil olub. Bir də Quran-ı Kərim mübarək Ramazan ayının neçəsi Həzrət Peyğəmbərə nazil olub? Ramazan ayının 23-də, 23-cü gecəsində. Bu hansı sualı cavablandıra bilər? Qədr gecəsi 19-udur, 21-idir, yoxsa 23-üdür? Əgər Quran-ı Kərim Ramazan ayının 23-cü gecəsində nazil olubsa, İnna ənzəlnahu fi leylətil qədr. Biz Quran-ı Kərimi Qədr gecəsi nazil etdik. Qədr gecəsi 23-ü Ramazan ayının 23-cü axşamıdır. 19-u, 21-i onlar Qədr gecəsi sayılmır. Əgər sayılmırsa, biz nə üçün o gecələrdə yığışaq, zəhmət çəkək, ibadət eləyək? Elə 23-ü axşam yığışardıq, Qədr gecəsini keçirdərdik. İmam Sadiq əleyhissalam buyurur ki, xeyr, onlar da Qədr gecəsindən sayılır. Qədr gecəsinin ən əsas özəlliyindən biri təqdiratın, qəza və qədərin bir il üçün müəyyən edilməsidir. Qədr gecəsi, yəni Qədr sözünün bir mənası da budur ki, yəni təqdirat müəyyən edilir.
Leylətul Qədr. Bu gecədə nəinki insanların, bütün varlıqların qəza və qədəri, taleyi, müqəddəratı bu gecədə bir il üçün müəyyən edilir. Bunun dərin bir mənası var, ona toxunacağım. İmam Sadiq əleyhissalam buyurur ki, 19-cu gecədə bu qəza və qədər, təqdirat müəyyən edilir. Bu birinci mərhələ. İkinci Qədr gecəsində möhkəm edilir. İbram möhkəm edilir ki, hansı həyata keçəcək. Üçüncü Qədr gecəsində imza edilir. Biz yaxşılarını öz taleyimizdə, həyatımızda bir il üçün yaxşı hadisələri, həyatı qazanmaq üçün 19-undan ta bura kimi ibadətlə, dua ilə keçirdirik ki, Allah Teala pislikləri, dərdi, bəlanı, şərri bizlərdən uzaq eləsin. Yaxşını həyatımıza gətirsin. Ən böyük uğur da, nailiyyət də nədir? Əbədi saadəti qazanmaq. Dünyada çətinliklər ola bilər. Biz o cür düşünməyək ki, yaxşı qazancım odur ki, bir il içində bütün işlərim elə gətirsin ki, yaxşı pul qazanım. Evə çatım, maşına çatım. Bunlar da ola bilər. Bunlar əsas deyil. Əsas nədir? Əsas iman qazanmaq. Əsas təqvalı olmaq. Əsas Allahın razılığını qazanmaq. Əsas axir aqibəti xeyirli qazanmaq. Budur. Qədr gecəsində çalışmalıyıq, bunu əldə eləyək. Allah Teala bu bir il üçün bizim üçün elə həyat tərsim eləsin, müqəddər eləsin ki, biz asanlıqla bu dünya, bu dolaşıqlığından, hadisələrin bu tufanından çıxa bilək. Ola bilsin nədir? Əcəlimiz, dünyadan köçməyimiz elə bu il üçün müqəddər edilsin. Amma əcəlimiz elə müqəddər edilsin ki, mən imansız getməyim. İmanla ayağımı, qədəmimi atım o biri aləmə, Allahın yanına imanla gedim, salih əməllərlə gedim, günahlarımı bağışlasın və salih əməllərlə gedim Allahın dərgahına. Bu belə, indi Qədr gecəsi üçün bir keyfiyyət deyilib. Və ma ədrakə ma leylətul qədr. Onun keyfiyyəti nədir? Olduğu kimi deyir, dərk edə bilməzsiniz. Ma hiyyət. Onun nəliyi, necəliyi. İndi rəvayətlərin köməkliyi ilə biraz elmi nöqtələrin köməkliyi ilə çalışaq, biz bunun dərinliyinə biraz varaq. Heç irəli getməmək də ayıbdır. İnsana ayıbdır. Allah Teala insana düşüncə verib, təfəkkür verib və bunu da ən böyük ibadət sayıb. Deyib ki, mömin düşüncədə tənbəl olmamalıdır. Süst olmamalıdır. Bu düşüncə qabiliyyəti, istedadı ki var, buna drel deyirlər, drel. O betonları yarır. Cəhalət betonlarını yarır, onu dağıdır, onun içində olan o gizli xəzinə ki var, elm, onu çıxardır. Və bizim qabağımızda belə betonlar ki, onun içində böyük xəzinə, böyük sir var, gizlədilib, onu yarıb, onu çıxartmaq üçün və belə bir həyat qurulub. Bunu da biz təfəkkürlə, düşüncə ilə eləyib qabağa getməliyik. Qur'an-ı Kərim özü ayələri Allah Teala elə deyib ki, insanlar düşünsün. Yoxsa hər şey dəqiq, açıq aydın deyə bilərdi. Elə deyə bilərdi ki, 2 vur 2 eləyir 4, o qədər asan. Amma Allah Teala ayələrini elə bir tonda, tərzdə qurub və deyib ki, bəyan eləyib ki, həm çox asandır. Adam oxuyanda görür ki, asandır. Həm də dəryadır.
Başı işlədir. Baş onu oxuya-oxuya çalışmaya başlayır. Budur da Qur'an-ı Kərimin hünəri və möcüzə olmaqlığı budur. İnsanın qəlbini dirildir, başını işlədir. İnsan ki, onun üçün yaradılıb və bunun üçün yaradılıb. İnsan ki, nə üçün yaradılıb, Qur'an-ı Kərim onu o cür eləyir. Ona görə deyir ki, Qur'an qəlblərin baharıdır. Baharda təbiət dirilir. İnsanın qəlbinin baharı da Qur'andır. Qur'an oxumaqla qəlb dirilir. Boş oxumaqla yox. Təəssüflər olsun ki, çoxumuz hətta onun ərəbcə oxunmasından məhrumuyuz. Çalışmırıq da. Amma biz harda olmalıydıq? Əlbəttə baiskarlar da olub. Keçmişdə o baiskarlar ki, o materialistlər, ateistlər ki, bu müsəlmanları, xüsusən bizim xalqımızı belə məhrum eləyiblər bu ilahi feyzdən, ilahi kamaldan. İndi hardadılar? Etdiklərinin günah, o ağırlığı və yükü qalıb indi boyunlarında, üzü qara Allah dərgahında cavab verə bilmirlər. Təəssüflər olsun, hələ də bu davam eləyir. Sən uşaqları məscidlərdən eləmək, o deməkdir ki, bu insan kimi yetişməkdən məhrum olunur. Kim kimi yetişəcək? Məsələn, bir var Qur'an oxusun, Qur'an hifz eləsin, Qur'anda tədəbbür, təfəkkür eləsin. Bir də var ki, gic-gici mahnıları əzbərləsin. Nə qədər mahnı var? O insanın əxlaqını pozan, qəlbini qaraldan mahnılar. Nə qədər var? Bizim uşaqlarımız indi bu günləri birini əzbərlədi, sabah yenisi çıxacaq, onu əzbərləyəcək. Belə-belə davam eləyəcək, qutarmayacaq bu. Nəticədə nə olacaq? Nəticədə qəlbi, o qəlbi açsın əgər, ona baxsın, orada dünya sevgisindən, eyş-işrətdən, qadın gözəlliyindən, bir də əcaib, qorxulu şeytan simalarından başqa heç nə tapmaq olmayacaq. Nəyə görə? Çünki o zülmətdir, qaranlıqdır. Qur'an olmayan qəlb belədir. Ona görə də görürsünüz ki, dünyada bugün bu faciələr və fitnə fəsadlar törədilir. Nəysə, daha çox bunu açıb ağartmıram. Amma Qur'an olmasa, din elmləri olmasa, dini mərifət olmasa, onun yerin naxaq bir şey dolduracaq. Nə dolduracaq? Zirzibil. Elm kamaldır. Məsələn, dünyəvi elmlərdir. Kimya, riyaziyyat, fizika, digər elmlər, astronomiya, bunlar da hamısı ilahi mərifətə bağlıdır. Bunları gərək mömin də, qeyri-mömin də öyrənsin. Necə ki, bu zamananın insanları bu sahədə çox irəli gediblər. Bəli, savadlı insan çoxdur hal-hazırda. Amma çoxu da bu savadı bəşəriyyətin, insanlığın zərəri üçün istifadə edir. Və bunun da ən o pik nöqtəsi kütləvi qırğınlar törədən silahlardır. Elmlə çatıblar da buna. Kimyəvi silahlar, nüvə silahları, lazer silahlar, bunlar hamısı dərin elmlərdir, oxuya-oxuya, bunları hamısını kəşf eləyə gedib çatıblar buna. Bu elmlər özləri yaxşıdır, amma bunu istifadə edən insanlar pis yolda istifadə edib. Bu elmlər də gərək nəyə xidmət eləsin? İnsanların ağlının təkamülü üçün və qəlbinin bəsirətli olması üçün. Mərifəti artırmaq üçün bu elmləri də öyrənmək lazımdır. Çünki bu elmləri öyrənən Qur'anı da yaxşı başa düşər, İslam maarifini də yaxşı və dərindən qavraya bilər. Bu elmlər olmasa, dünyəvi elmlər dediyimiz bu elmlər olmasa, fəlsəfə elmi olmasa, irfan elmi olmasa, dindarın dini baxışları, həyatı baxışları xurafat dolu olacaq. Bunu məndən bu gecə bir yadigar olaraq alın.
O dindarlar ki dinə elimsiz yanaşır, mövhumatçı və xurafatçıdır. Nisbidir, nisbi. Mövhumatla baxır dinə və inancları da xurafi mənalara bağlanır. Ona görə də elmlə yanaşmaq lazımdır, elmlə getmək lazımdır qabağa. Qədr gecəsinə belə baxayıq, belə yanaşayıq. Bu elmlə əgər götürsük, yer kürəsi kürəvidir, topdur. Planet şar kimidir. Günəşin ətrafına dolanır. Günəş də parlaq ulduzdur, həm işıq verir, həm istilik verir. İşıq və istilik enerjimizin mənbəyi günəşdir. Yer kürəsi üçün və digər planetlər üçün. Bu kainatlarda, yəni galaktikalarda, elə bizim bir galaktika, bu Samanyolu galaktikasında bir dənə günəş sistemi yoxdur. Saysız hesabsız günəş sistemləri var. Günəş sistemi nəyə deyilir? Yanar ulduz və ətrafında dolanan səyyarə və planetlər. Çoxdur bu cür sistemlər. Və galaktikada bir dənə deyil. Müasir elmlə, teleskoplarla baxırlar, kəşf eləyiblər ki, bu uçsuz, bucaqsız bu kainatda milyardlarla galaktika var. Milyardlarla galaktika biz nə deməkdir? Bir galaktikanın, bizim Samanyolu galaktikanın bir tərəfindən digər bir küncünə, qırağına getmək üçün, gedib çatmaq üçün işıq sürəti ilə hesablasalar 100.000 il işıq ili lazımdır. Yəni işıq sürəti bir saniyədə 300.000 kilometr keçir. Maddi aləmin ən böyük sürətidir. Maddi aləmin, həyatın yox, varlığın yox. Maddi aləmin ən böyük sürəti işıq sürətidir. Bu cür galaktikalar nə qədərdir? Yəni bu cür götürsük, gərək əlimizi qaldıraq Allahın qabağında, deyək ki, bizim beynimiz artıq nədir? Dayandı. Biz hesablaya bilmərik. Nə gedib çataya bir yerə? Hesablaya bilmərik bunları. Bu qədər əzəmət var bu xilqətdə, yaradılışda. Hələ bu maddi kainat 7 asimandan cəmi bir asimandır. Ən aşağı təbəqədir. Ən aşağı təbəqə, ondan yuxarı aləmlər var. Qayda yer kürəsinə. Yer kürəsi top şəklindədir. Günəşin ətrafına dolanır. Üzü günəşə qalanda gündüz olur. Yer kürəsinin üzü günəşə qalmayan tərəfi həmişə qaranlıqdır. Yəni o tərəf həmişə gecədir. Yer kürəsi dolana-dolana işığa tərəf gəlir və işıqdan gedir. İşığa tərəf gəlir, işıqdan gedir. Deməli, əgər üzü günəşə qalan tərəf 24 saat işıqlıdırsa, yer kürəsinin arxa fonu 24 saat qaranlıqdır. İndi bunun harası Leylətul Qədr oldu? Qədr gecəsi oldu. Biz görəsən, Qədr gecəni bu qaranlıq zərfində axtaraq, yoxsa burada başqa bir şey demək istəyir Allah Teala. Yoxsa Leylətul Qədr, leyl ki gecədir, leyl kəlməsi deməklə Allah Teala heç də bu gecəni nəzərdə tutmur. Və ki Allah Teala'nın öz ədəbiyyatında, Quran ədəbiyyatında gecə kəlməsinin başqa mənası var. Belə bir şey var Quran-ı Kərimdə? Bəli, var. Gündüz üçün Allah Teala deyir ki, mən göyləri və yeri fi siddəti əyyamin xəlq eləmişəm. 6 gündüz, 6 gündə xəlq etmişəm. Bu gündə, günəş doğan gündə, xeyr, 6 mərhələdə. Və
Digər bir ayələr var ki, yol üçün Allah Teala nə deyir? Həc surəsinin 47-ci ayəsində Allah Teala deyir ki, və inne yevmen inde rabbike ke elfi senetin mimma tauddun. Deyir, Pərverdigarın yanında, baxışında bir gün sizin saydığınız 1000 ildir. Allah Teala günə nə deyir Quran-ı Kərimdə? Deyir, siz ki 1000 il hesablayırsınız, Allah Teala bir mərhələyə onu bir gün kimi götürür və hesablayır. Bu gün üçündədir. Bir də Məaric surəsində. Məaric, meyraclar, mərtəbələr mənasındadır. Həzrət Peyğəmbər meyraca getməyib, onun cəm şəkilçisi Məaricdir. Yəni meyraclar. Mərtəbələr, təbəqələr və mərhələlər. Meyracın mənası budur, Məaric. Səələ sailun bi əzabin vaqi lil kafirinə leysə ləhu dafi. O ki, bunun öz təfsiri var, şən-i nuzulu var. Həzrət Əli əleyhissalamın vilayəti elan olunanda çoxu şəklə yanaşdı, tərəddüd elədi və dedi ki, əgər bu düzdürsə, mən Allahdan əzab istəyirəm. Əzab nazil oldu ona. Kim tərəfindən? Minallahi zil məaric. Meyraclar sahibi olan, maliki olan Allah tərəfindən ona əzab nazil oldu. Ayələrin, yəni birinci, ikinci ayələr buradan deyir. Üçüncü ayədə deyir, minallahi zil məaric. Dördüncü ayədə Allah Teala deyir, tə'rucul mələikətü və ruhu ileyhi fi yevmin. O meyraclar sahibi, maliki olan Allah ki, mələikələr və ruh, bu mələikələr və ruh bir də Qədr surəsində var ha. Bunların hamısı bir-birinə bağlılığı var. Mələikə və ruh ona tərəf bir gündə meyrac edir, qalxır. O günün miqdarı nə qədərdir? Sayı nə qədərdir? Kana miqdaruhu. O günün miqdarı 50 əlfə sənə. 50.000 il. Yəni bir dəfə dedi, bir gün 1000 il, sizin hesabladığınız 1000 il, yəni 10 əsr. Allah Teala ona bir mərhələ kimi baxır. Bu ayədə də deyir ki, 50.000 il bir gün. Əgər gün üçün, yovum üçün Allah Teala belə bir məna deyirsə, nə məlum deyil ki, Leylatul Qədrdə belə bir dənə kəlmələrdən olsun. Ola bilər. Əgər bu cür götürsük, Leylatul Qədr, leyl, bizim bu bildiyimiz gecə zərfi deyil, və deyilən bu gün mənasındadır, onda tamam başqa bir dənə məarif açılır, mərifət açılır qabağımızda. Tamam başqa bir şey qarşımıza çıxır. Nədir o? Ona görə deyir ki, Leylatul Qədr xeyrun min əlfi şəhr. Demir orada, sizin hesabladığınız 1000 il kimidir bir gün. Burada da belə deyir. Deyir ki, Qədr gecəsi 83 il 4 aydan xeyirlidir. 1000 ay eləyir, hesabla eləyir, 83 il 4 ay. Bu müddətdən xeyirlidir. Deməli, leyl kəlməsi, gecə kəlməsi əsl həqiqətdə maddi zərf mənasından başqa bir şeydir. Biz maddi gecələrdə axtarmayaq. 19-unda, 21-də, 23-də onu axtarmayaq. Bu gecə zərfi, yəni 19-u, 20-si, 21-i, 22-si, 23-i neçə gecə eləyir? 5-6. İndi biz də dedik axı, yer kürəsinin bir tərəfi 24 saat gecədir. Bu 24 saatı vuraq 5-ə ya 6-ya neçə saat eləyir? 100 neçə saat eləyir. Bu 100 neçə saat o Leylatul Qədrin çıxdığı bir dənə zərfdir. Yəni o mənanın təzahür etdiyi bir zərfdir. Əslində bu deyil, bu gecə deyil.
o hadisə ki, mühüm hadisədir, ülvi bir dənə hadisədir ki, o gecədə o hadisə baş verir, çıxacaq zərfi maddi aləmə təzahürü bax, 19-undan 23-nə kimi bu qaranlıq zərfi ki var, onun içində o hadisə baş verir. Bu gecənin də ən mühüm hadisəsi ayə deyir. Tənəzzəlul mələikətü və ruhu fiha bi izni rabbihim min kulli əmr. Mələikələr və ruh nazil olur. Mələikələr və ruh mücərrəd varlıqlardır. Onların nazil olması bu maddi gecə zərfinə bağlı deyil. Əgər onlar mücərrəddilər, maddi varlıqlar deyilsə, onların nazil olması da tamam mücərrəd bir mənadadır. Deməli, leyl sir deməkdir, qədir də yəni böyük sir deməkdir. Burada indi insanların təqdiratı müqəddər olunur. Necə olunur? Allah Taala'nın bir lövh-i məhfuzu var. Bu lövh-i məhfuz ummul kitabdır, ana kitabdır. Biraz çox çəkə bilər, amma yorulsuydu, biraz xahiş edirəm, səbirli olay. Bu gecəyə yaraşan bir dənə bir mənaya çatay. Allah Taala tövfiq versin, bunları ifadə eləyə biləm. İndi bu lövh-i məhfuzda nələr var? Yaradılışın ilk anından götür, ta yaradılışın son anına kimi. Belə təsəvvür elə. Nə yaradılacaq? Necə yaradılacaq? Onun əndazəsi, ədədi nə qədərdir? Bütün ehtimallar hamısı o kitaba yığılıb. Olmayanlarda, olanlarda, olmayıb ola biləcəklər də o kitabda var. Vardı amma olmayacaq. Amma orada var. Bütün versiyalar, bütün variantlar, bütün ehtimallar. Məsələn, belə deyək. Məsələni asanlaşdırmaq üçün. İnsan nütfədən xəlq edilib, spermadan. Kişinin spermasında insana dönə biləcək saysız, hesabsız rüşeymlər var, toxumlar var, milyardlarla. Əgər bunlar insan olacaqdısa, bir dənə ana gərək milyard insanı həml edəydi. Bu milyardlardan cəmi bir toxum insan olur. O qalanları insan ola bilərdi, bəli ola bilərdi. İnsan olsaydı, kişi olacaqdı, qadın olacaqdı, harda yaşayacaqdı, taleyi necə olacaqdı, onlar hamısı lövh-i məhfuzda var. Həyata keçməyən variantlar da olar. Amma bir də var həyata keçən variant. Biz ki burada oturmuşuq, həyata keçən variantıq. İndi həyata keçən variantın yaşayışda, həyatda ya yaxşı olma, ya pis olma ehtimalı var. İndi bu yaxşı olma, pis olma ehtimalında həyatında nə qədər bu yeməyinə, geyiminə, hərəkətinə dair variantlar, ehtimallar var ki, ola bilərdi, olmayacaq. Onlar hamısı lövh-i məhfuzda var. Amma onlardan biri olur. Bu Qədr gecəsi ki, bir illik təqdirat, qəza və qədər hesablanır, qabağa çəkilir, o lövh-i məhfuzdan qabağa çəkilir. O, saysız, hesabsız versiyalardan, ehtimallardan bir il üçün onun şirəsi yığılır, qabağa gətirilir. Hələ bu bir il üçün olanlar da hamısı həyata keçməyəcək. Oradan da həyata keçənlər və keçməyənlər var. Həyata keçənləri dəqiqləşdirirlər. Ona görə buyurur ki, bir il üçün o lövh-i məhfuzdan, ummul kitabdan Allah Taala çəkir,
bir qədərin. Ondan sonra onu təyin edir. 19-cu gecə, 21-ci gecə möhkəm edir. Amma 23-cü gecə hansı həyata keçəcək onu imza edir. O ehtimallar, o variantlar içində biz yaşayacağıq. Qarşıda gələn bir ildə. Onu Allah Teala imza eləyəcək bu gecə. İmza eləyəcək və mənim dediyim bu məsələ bu ayədə deyilir. Yəmhullahu ma yəşa və yusbit və indəhu ummul kitab. Allah Teala bu qəza və qədərdə bu ehtimallardan, versiyalardan, variantlardan hansı birini istəyir məhv edir, məhv etmə yanına silir. Və hansı birini istəyir təsbit edir və sabit edir. Yəni hansı o qəza və qədər, müqəddərat yaşanmayacaq, olmayacaq, Allah Teala silir onu. Gedir həyata keçməyən yazıların içinə. Və hansı biri həyata keçəcək? Yusbit və indəhu ummul kitab. Ana kitab da onun yanındadır. Hər şeyi bilirdi, hər şeyi bilir və hər şeydə gələcəkdə nə olacaq hamısını bilir. Çünki bütün o saysız hesabı, sonsuz dəryadır. Bu qəza və qədər, ona Həzrət Əleyhisselam buyurur ki, bu qaranlıq bir dəryadır, bura girə bilməzsiniz. İnsanın ağlı bunu əhatə eləyə bilməz, o sayları, o hesabı. Riyaziyyatda ədədlər sonsuzdur da, elə deyil. Bu qəza və qədərin variantları, ehtimalları da sonsuzdur. İndi ondan yavaş-yavaş çəkirlər qabağa, hansı həyata keçəcək, onu müəyyən eləyirlər. İndi bu müəyyən olanlar bir səfəri göndərilir. Göndərilir yerə. Yer deyəndə yəni aşağı aləmə. O aləmi ki, ilahiyyat aləmindən bu Qədr gecəsində enir aşağı aləmdə olan ilahi hüccətə. Yəni o ilahi rəhbər, imam, öz dövründə Peyğəmbər, sonra Həzrət Əli əleyhissalam, indi də hal-hazırda 12-ci imam, salavat Peyğəmbər, Ali Peyğəmbərə deyən. Bütün bu elmi qəbul eləyir. Bütün bu elmi qəbul eləyir. Peyğəmbərin, imamın elmi iki qismdir. Bir qismi budur ki, tohiddə, ilahiyyatda, əxlaqda, bir də şəriətdə. Onların yaradılışıdır bu elm. Onlar bunu öyrənmirlər. Yəni, yuxudan da oyatsın, yəni birindən soruşsan adın nədir, onu deyəcək də belədir. Peyğəmbər, imam, yuxudan oyatdın onu, ən çətin sualı verdin, o deyəcək. Nəyə görə? Çünki o elmin özüdür, xəzinəsidir. O onu öyrənmir. Allah Teala onu yaradıb, elmin mücəssəməsi. Elm-i lədunni deyirlər buna. Özünkidir. Amma bizdə elm nədir? Yığmadır, kəsb etmədir, qazanmadır. Bir də bir elm var, bu elm artır onlarda. Qəza və qədərə olan elm. Nə üçün onlar Ummul Kitaba, Löf-ü Məhvuza tam əhadə tapa bilməyiblər? Çünki Ummul Kitaba, Löf-ü Məhvuza Allahdan başqa heç kəs əhatə tapa bilməz. Əgər Peyğəmbər, imamın ruhu o Ummul Kitaba, Löf-ü Məhvuza əhatə tapsaydı, onlardı ikinci Allah. Bu da nəuzubillah Allaha şərik qoşmaydı. Onların da o əzəmətdə olan ruhunun, qəlbinin bir məhdudiyyəti var. Qəza və qədərə elmi onlar tədricən Allahdan alırlar. Ona görə Nimə-i Şabanda, Şaban ayının ortasında, cümə axşamları Peyğəmbərin imamı artır, rəvayətdə var. Hansı elmi artır? Qəza və qədər elmi artır. Qədr gecəsi də o gecədir ki, Allahın vəlisinin elmi qəza və qədərə artır. Mələikələr və ruh imam məhzərinə, qəlbinə onu ifazə eləyir, onu gətirir. İmam Sadiqdən soruşurlar,
ey Peyğəmbər övladı, yəbnə Rasulallah, siz Qədr gecəsini bilirsiniz? Deyir, necə bilməyəm, mələikə və ruh mənə nazil olur, mən necə bilməyə bilərəm? Mələikə və ruh mənə nazil olur. Mənim qəlbim onu yaşayır, mənim qəlbim onu ehsas eləyir, mənim elmim artır. İndi hal-hazırda da mələikələr və ruhu qəbul edən varlıq və vücud sonuncu hüccət İmam Mehdi Əcəlallahu Teala fərəcəhu şərifdir. Bəzimiz elə bilir ki, İmam Mehdi əleyhissalam bekar oturub, ancaq ibadətlə məşğuldur. Xeyr, imamdır, kainatın imamıdır. Mələikələr silsiləsi Allahın izni ilə imamın rəhbəriyyəti altında kainatı idarə edirlər. Sistem belə sistemdir. Biz də insanı, imam da insandır. Amma biz imamı, Peyğəmbəri özümüz kimi təsəvvür eləməyək. Onun ruhu, qəlbi tamam başqa bir şeydir. Kim ki o Peyğəmbəri, imamı özü kimi təsəvvür edir, o cahildir, nadandır, qanmazdır, tapmayıb, İslam mərifətin bir. O da yalnız Əhl-i Beyt məktəbində onları olduğu kimi tanımıyorlar. Ona görə də deyir ki, salamun hiyə hatta matləl fəcr. Mələikələr və ruh gəlirlər, elmi gətirirlər və imamla beyyət edirlər. Beyyətdə də nə deyirlər? Salam, 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 salam. Mələikələr belə salam verə-verə gəlirlər imamın məhzərinə. İndi bu qədir qiymətli ilahi sir, Leylətul Qədr budur, bu hadisədir. Ki, bu qaranlıq zərfində bu hadisə vaqe olacaq. Bizə çatan nədir? Bizə çatan budur ki, öz müqəddəratımıza yaxşı qələm vurduraq. Bizə bu çatacaq. O hadisə bizə aid deyil əslində. Ona görə də bizim üçün nədir? Leylətul Qədrdir. Yəni, ilahi qədir qiymətli bir sirdir. Siz deyir, girməyin ora. O siz üçün gecədir, sirdir. Siz onu aydın eləyə bilməzsiniz öz üçün.